Sabahınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərdən xəbər tutmaq istəyirsinizsə, ekran qarşısına bir qədər yaxın əyləşin, Ekonomiks vaxtıdır. Son 10 ildə ümumdaxili məhsul istehsalında özəl sektorun payı 80% ötüb. Sahibkarlıq subyektlərinin sayı isə 2,5 dəfə artıb. Məşğulluqda özəl sektorun payı 73,9%, vergi daxil olmalarında isə 72%-ə yüksəlib. Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu, nailiyyətlər və perspektivlər mövzusunda keçirilən tədbirdə belə deyilib. Bildirilib ki, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərmanın icrası məqsədi ilə artıq təkliflər paketi hazırlanaraq aidiyyatı qurumlara təqdim edilib və sənəd müzakirələrdən sonra hökumətə göndəriləcək. 8 istiqamət üzrə ciddi islahatların aparılması nəzərdə tutulmuşdur. Bu islahatlar sahibkarlıq fəaliyyətinə başlamaqdan və sahibkarlıq fəaliyyətinə xitam verilməyədək bütün mərhələləri özündə əhatə edir. Qeyd etmək istərdim ki, bu sənəd hazırlandıqda və təhlillər aparıldıqda bu sahədə ən qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmış, qiymətləndirilmiş və onların İslahatlar aparıldıqda nəzərə alınması nəzərdə tutulmuşdur. Kommersiya bankları ipoteka kreditləşməsi zamanı vətəndaşların daşınmaz əmlakı haqqında məlumatları milli qeydiyyat sisteminə daxil olaraq əldə edə biləcəklər. Dövlət Reestri Xidmətinin rəisi Məhəmməd İmanov bildirib ki, sistem yaxın günlərdə işə düşəcək. Reestri Xidməti rəhbərinin sözlərinə görə əhali bundan sonra daşınmaz əmlakın alqı-satqısından sonra əmlaki qeydiyyatdan keçirmək üçün qeydiyyat orqanına yox, notariusa müraciət etməli olacaq. Notariuslarda birbaşa əmlakın qeydiyyata götürülməsi ilə bağlı ərizə verəcəkdir. O ərizənin əsasında sənədlər notariuslar tərəfindən onlayn qaydada qeydiyyatlarını göndəriləcək. Vətəndaş yalnız sonda bir dəfə gəlib, deməli bizim ərazi idarəsindən öz sənədlərini, qeydiyyat sənədlərini götürə biləcəkdir. Azərbaycanın xarici ticarət dövriyyəsi aşağı düşüb. Məlumatı Dövlət Gömrük Komitəsi yayıb və qurumun hesabatına əsasən 2014-cü ilin yanvar-fevral aylarında 5 milyard dollara yaxın əməliyyat həyata keçirilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 12% azdır. Ümumi dövriyyədə idxalın payı 1,2 milyard, ixracın payı isə 3,8 milyard dollara yaxın olub. Hər iki göstərici müvafiq olaraq 17% və 10% aşağı düşüb. Bu dövr ərzində 14 mal qrupu üzrə 13-ündə ixrac azalıb. İxracda neft və neft məhsulları və təbii qaz yenə də üstünlük təşkil edib. Azərbaycana avtomobil idxalı isə artmağa başlayıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə fevral ayında idxal 2,6% çoxalıb. Ümumilikdə ötən 2 ay ərzində isə idxal aşağı düşmüşdü. Bu dövr ərzində ölkəyə 13 min maşın gətirilib ki, bu da 6,6% azalma deməkdir. Gətirilən nəqliyyat vasitələrinin 12 mini minik maşınlarıdır. Qərbin Rusiyaya qarşı sanksiya tətbiqi rübə ərzində ölkədən 50 milyard dollar xarici kapitalın çıxarılmasına gətirib çıxaracaq. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin belə deyib. Onun sözlərinə görə problemlər həll olunmazsa ölkə iqtisadiyyatında ciddi fəsadlar yarana bilər. Gürcüstan ilə də konflikt yaşanmışdı. Həmin dövrdə sanksiyalar 3 aydan 6 aya qədər uzandı və vəziyyət sabitləşdi. İndiki halda isə bu müddət daha uzun və ağır fəsadlı ola bilər. Tərəflər razılığa gələ bilməzsə, sanksiyalar dalğası davamlı şəkil alacaq. Ölkəyə kapital axını lazımdır. Belə bir vəziyyətdə isə bunun əksi baş verə bilər. İlkin dəyərləndirməyə görə Rusiyadan rubl ərzində ən azı 50 milyard dollar çıxarıla bilər. Beynəlxalq Valyuta Fondu Ukraynanın iqtisadi durumu ilə bağlı araşdırmaların müddətini mart ayının 21-nə qədər uzadıb. Fondun ekspertləri bu müddət ərzində ölkənin iqtisadi potensialını dəyərləndirəcəklər. Qeyd edək ki, mart ayının 24-dən etibarən Krımda ikili valyuta sistemi işə düşəcək. Muxtar vilayətdə Ukrayna qrivnası ilə bərabər həm də Rus rublu da dövriyyəyə buraxılacaq. Beynəlxalq Valyuta Fondu Kiyevdəki missiyasının müddətini martın 21-nə qədər uzatmağa qərar verib. Bu barədə qurum rəhbəri Kristin Lagat məlumat verib. Bir müddət öncə fonddan bildirilmişdi ki, mütəxəssislər martın 14-nə qədər ölkədəki vəziyyəti dəyərləndirəcək və lazımi maliyyə yardım ayrılması üçün qərar verəcəklər. Lakin fonda rəsmiləri bir sıra danışıqlardan sonra missiyanın fəaliyyət müddətini bir qədər də uzatmağı labil sayıblar.
Fondun heyəti Ukrayna hakimiyyəti ilə aktiv danışıqlar aparır. Əsas müzakirələr isə iqtisadi islahatlar proqramının detalları ilə bağlıdır. Hesab edirik ki, şərtlər yerinə yetirilərsə iqtisadi inkişafa nail olunacaq, ayrılacaq maliyyə yardımından maksimum fayda əldə etmək üçün lazımi tövsiyələrimizi hakimiyyət nümayəndələrinə çatdıracaq. Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri tərəfindən ölkənin iqtisadi vəziyyətini və potensialını dəyərləndirmə məqsədi ilə aparılan araşdırmalar nəticəsindən sonra kreditin həcmi müəyyənləşdiriləcək. Aysen Yesenik hakimiyyəti aşağı şəkildə bildirir ki, maliyyə yardımının alınması üçün kreditorların bütün tələbləri qeyri-şərtsiz yerinə yetiriləcək. Əsas tələblər arasında isə sosial islahatlar və əhali üçün təbii qaz qiymətinin artırılmasıdır. Hakimiyyətin isə faktiki olaraq bundan başqa heç bir çıxış yolu yoxdur. Belə ki, dövlət xəzinəsi demək olar ki, boşdur. Fevral ayı hesabatına əsasən ölkənin beynəlxalq valyuta ehtiyatları cəmi 15 milyard dollar təşkil edib. İqtisadi inkişaf səviyyəsi isə 0 həddindədir. Birləşmiş Ştatlar Federal Ehtiyatlar Sistemi 2013-cü maliyyə ilinin yekunu ilə bağlı hesabat açıqlayıb. Sənədə əsasən sistemin xalis gəlirləri 10% azalaraq 81,4 milyard dollar olub. Əvvəlki göstərici isə 90,5 milyard dollar səviyyəsində idi. Bundan əlavə olaraq sistem tərəfindən alınan ipoteka və qiymətli kağızların gəlirliliyi 10 milyard dollar artıq. Federal Ehtiyatlar Sisteminin 2013-cü ildəki aktivləri isə 4 trilyon dollara qədər artıb. Dünyanın ən iri avtomobil istehsalçısı olan Toyota Hindistandakı 2 zavodunun fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bu addımın atılmasına səbəb isə şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında böyüyən konflikt göstərilir. Fikir ayrılığına başlıca səbəb isə təşkilatın işçilərin əmək haqlarının artırılması tələbidir. Sözü gedən hər iki zavod il ərzində 310 min avtomobil istehsal edir. New York Əmtəl birjasında hərraca çıxarılan Light markasından olan neftin bir barelinin qiyməti hazırda 98 dollar 69 sent təşkil edir və bu 0,41% ucuzlaşma deməkdir. London birjasında hərraca çıxarılan Brent nefti isə 1% yüksəlib və indi bu markadan olan qara qızıl 108 dollar 52 sentə satılır. Amerika və Avropa fond bazarları artım nümayiş etdiriblər. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri təxminən 0,6% artıblar. Almaniyanın DAX-ı 0,8%, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,4% bahalaşıb. Yaponiyanın Nikkei 225 isə dəyərini 0,17% azaldıb. Qızıl və gümüş ucuzlaşmağa başlayıblar. Qızılın qiyməti hazırda 1381 dollar 65 sentə təklif edilir. Gümüş 21 dollar 42 sentdə. Platinin qiymətində 1% artım var. Palladium mis bahalaşsa da alüminium bir qədər ucuzlaşıb. Avro-dolların məzənnəsi 1,39-dur, dollar yen 101,77-dir, funt sterling dollar isə 1,66,50-yə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar təxminən 78 qəpik yarım, avro 1 manat 9 qəpikdir, Rusiya rublu 2,1 qəpik, Türk lirəsi isə 35 qəpiyə bərabərdir. Bu qədər bugünün əsas iqtisadi yeniliklərini Economics'də təqdim etdik. Salamat qalın. Vaxt sədəmdir.